Uşaqlarda tez-tez yaranan sidik yolu infeksiyası, sidiyin geriyə böyrəklərə qayıtması, bu vezikouretral reflüksdür. Səbəbi olmadan bir temperaturun olması, sidik aktı zamanı ağrının və göynəmə hissinin olması zamanı mütləq bu problemi yoxlamaq lazımdır. Vezikouretral reflüks sidiyin sidik hissəsindən geriyə böyrəklərə qayıtmasıdır və bu da həmin sidik axarlarının sidik hissəsinə açılan yerdə klapanın funksiyası var. Onun pozulması nəticəsində baş verir ki, sidik geriyə qayıdır. Geridə qayıtdığına görə həmin sidik sistemdə qaldığına görə daimi infeksiyalaşır və reflüksə bağlı böyrək nefropatiyası yaranır ki, artıq böyrək funksiyası düşməyə başlayır. Mütləq şəkildə 1-ci, 2-ci, 3-cü və 4-cü dərəcələnmələr var. 1-2-ci dərəcədə gel inyeksiyası olaraq bunun qarşısını almaq olur və gelin də effektivliyi 60%-dir. Əgər effektiv olduğu halda və yaxud 3-cü dərəcə və daha üstündə olduğu halda gel inyeksiyası etmək tövsiyə olunmur ki, bu zaman cərrahi müdaxilə istər mikro cərrahiyə, istərsə biz son zamanlar daha çox qapalı əməliyyatlar icra edir ki, artıq 5 ildən çoxdur. Laparosk şəkildə icra olunur və bu əməliyyatların nəticələri də daha yaxşıdır. Valideynlər diqqətli olsunlar. Əgər bu problem varsa, böyrək funksiyası düşürsə, tez-tez sidik yolu infeksiyası baş versə, mütləq şəkildə müdaxilə olunması tövsiyə olunur. Təşəkkürlər.